Yaxın vaxtlarda türk dünyasının sevilən şairəsi Səadət Butanın ev muzeyi fəaliyyətə başlayacaq. Belə ki, Dmanisi bələdiyyəsinin Qızılkilsə kəndindəki şairənin doğma yurdunda muzeyin tikinti işləri başa çatmaq üzrədir. İşlər başa çatdıqdan sonra burada Səadət Butanın yazdığı kitablar, aldığı mükafatlar, müxtəlif foto şəkilləri, şəxsi əşyaları, milli geyimlər və bu kimi digər eksponatlar yer alacaq. Real News-a verdiyi müsahibəsində ev muzeyinin fəaliyyətindən danışan Səadət Buta, muzeyin inşasına dəstək göstərənlər barədə yaxın vaxtlarda ictimaiyyətə məlumat verəcəyini də bildirib. 50 yaşımda Gürcüstan dövləti mənə şöhrət ordeni verib. 70 yaşımda Dmanisi'nin fəxri vətəndaşlığını verib Gürcüstan dövləti mənə. İndi də muzeyimi İcra Hakimiyyəti Koba Muradaşvilinin təşəbbüsündən oldu. Özümün də elmin obamın yaxşı oğlanlarına buta qurban olsun, onların da köməkliyi ilə. Allah qoysa açılışdan sonra mən hamının bir və bir adını bütün xalqıma bəyan eləyəcəm ki, kimlər kömək verdi mənim bu işlərimə. Mənim təşkilatımda mövzu odur ki, Gürcü-Azərbaycan xalqının dostluğunu möhkəmləndirmək. Allah Azərbaycanıma, Gürcüstanıma, Türk dünyama yar olsun. Bu dostluq əbədi olsun. Mən təkcə Azərbaycana yox, Türk dünyasına da xidmət eləmişəm. Azərbaycanıma da xidmət eləmişəm, Gürcüstanıma da. Məlumat üçün onu da bildirək ki, Səadət Buta Sazın Sözün Butası təşkilatının təsisçisi və sədridir.